Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu doyan və doymayan buxar bölməsindən mütləq və nisbi rütubət şeh nöqtəsinə aid olan testlərin izahından ibarətdir. Keçək əvvəlcə mövzumuzla tanış olaq. Deməli, rütubət nədir? Tərkibində su buxarı olan hava rütubətli hava hesab olunur və rütubəti xarakterizə edən iki kəmiyyət var: mütləq və nisbi rütubət. Mütləq rütubət verilmiş şəraitdə havada olan su buxarının ıslığına bərabər olan fiziki kəmiyyətdir ki, baxın, rho bərabərdir m böl v, vahidi qram bölünsün metrin kubudur. Niyə görə? Çünki bunu qramlarla ifadə olunur kütləsi. Çünki havada olan su buxarının kütləsi kiçik olduğundan onu kiloqramla yox, qramla ifadə etmək lazımdır. Sonra digər isə nisbi rütubətdir. Nisbi rütubət isə verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturda doyan su buxarının ıslığına olan nisbətinin faizlə ifadəsidir. Yəni fi bərabərdir rho böl rho 0. Baxın, bura rho'nun yerinə rho burada mütləq rütubət və yaxud da ki havada olan su buxarının ıslığıdır ki, rho'nun yerinə nə yaza bilərik? Rho'nun yerinə mütləq rütubətin düsturunu yaza bilərik. Sonra nisbi rütubətin digər düsturu isə verilən temperaturda havada olan su buxarının parsial təzyiqinin həmin temperaturda doymuş buxarının təzyiqinin nisbətinə bərabər olan fiziki kəmiyyətdir. O da faizlə ifadə olundu. Fi bərabərdir P bölünsün nədir? P0'dır. Sonra digər səhifədə isə ümumiyyətlə rütubəti ölçən cihaz göstərilmişdir ki, bu psixrometrdir. Psixrometr iki termometrdən ibarətdir. Quru və nəm termometrlər. Qeyd edək ki, quru termometrin göstərişi ilə nəm termometrin göstərişi bir-birinə bərabər olarsa, bu o deməkdir ki, onlar arasında fərq sıfıra düşür və fərq sıfıra düşdüyündən havanın nisbi rütubəti olur 100%. Amma digər faizlər isə, bu isə o deməkdir ki, quru termometrin göstərişi nəm termometrin göstərişindən böyükdür. Bu zaman onlar arasında fərq 2, yəni müxtəlif qiymətlər ola bilər və nisbi rütubətin qiyməti artıq 100%-sə nə olacaq? 100%-dən kiçik olacaq. Sonra quru termometrin göstərişinin sabit qiymətində, yəni tutaq ki, bir 3 otaq veriləcək, həmin otaqlarda quru termometrin göstərişi sabit qalacaq. Çünki quru termometrin göstərişi həm də otaqlardakı havanın temperaturunu ölçür və nəm termometrin göstərişi ilə nisbi rütubətin qiyməti olacaq düz mütənasib. Sonra psixrometrik cədvəldən uşaqlar nə cür istifadə edəcək? Baxın, burada bu xanada verib quru termometrin göstərişləri, bax bu sırada. Ortadakı cədvəldə isə quru və nəm termometrin göstərişlərinin fərqi verilib. Tutaq ki, testdə bizə veriləcək ki, quru termometrin göstərişi deyək ki 14 dərəcə Selsidir. Baxın, 14 dərəcə Selsidir. Nəm termometrin göstərişi isə olub 8 dərəcə Selsi. Və bizə deyir ki, cədvəldən istifadə edərək nisbi rütubəti hesabla. Quru termometr 14'ü burada qeyd etdik. Digər isə quru və nəmin fərqidir. 14'dən 8'i çıxmaqla onların fərqinin qiymətinə alırıq neçə? 6. Baxın, buradan da 6'nı qeyd etdik. Yine baxın, 6 ilə 14'ün kəsişməsindən gəlirik. Bax, buradan bura. Və hava nisbi rütubəti olur neçə faiz? Hava nisbi rütubəti oldu 42%. Baxın, nisbi rütubəti aldı 42%. İndi isə keçək dim test toplusundan elə mövzumuzun izahına baxaq. Birinci testdə nə verilib bizə? Birinci testdə verilib bizə, deməli, ədədi qiymətçi 1 kub metrdə, deməli, V-ni verib. 1 kub metr həcmdə su buxarının kütləsinə bərabər olan fiziki kəmiyyət, yəni V var, M var. Bu olacaq hava üçün nədir? Mütləq rütubət. Rho bərabərdir, M bölünsün V olur, Y variantı. Sonra verilmiş temperaturda havanın mütləq rütubətinin həmin temperaturda doyan su buxarının ıslığının nisbətinə faizlə ifadəsi. Baxın, mütləq rütubət verilib. Sonra havada olan doyan su buxarının ıslığını verib, rho 0 verib. Yəni rho bölünsün rho 0'ın nisbətinin faizlə ifadəsi bizə nə verəcək? Verir nisbi rütubəti. Sonra 3 nömrəli testdə isə artıq məsələlər gəlib. Məsələn, 3 nömrəli testdə bizə verilmiş temperaturda havanın nisbi rütubəti verilib. Deməli, yazırıq fi bərabərdir 50%, onu yazaq elə 0.5. Sonra doyan buxarın sıxlığı. Doyan buxarın sıxlığı deyirsə, rho 0 verilmişdir. Rho 0 verib 20 qram bölünsün metrin kubu və havanın mütləq rütubəti soruşur. Rho bərabərdir suala. Buradan düsturumuzu yazsaq, fi bərabərdir
Rho bölünsün rho 0. İndi baxın uşaqlar, kəsrin surətindəki rho-nu, surətdəki rho mütləq rütubətdir. Buradan rho-nu tapmaq üçün fi-ni rho 0-a vurursunuz. Yəni fi vurulsun rho 0. 0,5'i vuracaqsınız 20'ye. Havanın nisbi rütubətini, yəni havada mütləq rütubəti alırsınız. 10 qram bölünsün metrin kubi. Sonra baxaq 4 nömrəli testə. 4 nömrəli testdə də havanın nisbi rütubəti verilmişdi. Nisbi rütubət verilib bizə. Baxın buradan qeyd edilir. Deməli fi bərabərdir 60% yazar 0,6. Sonra mütləq rütubət verilib 30 qram bölünsün metrin kubi və həmin temperaturda doyan su buxarının, deməli doyan su buxarının sıvı soruşur, rho 0 soruşur. Buradan fi'ni yazırıq. Fi bərabərdir rho bölünsün yazırıq. Rho 0. Buradan rho 0'ı tapsaq, yəni rho 0 bərabərdir mütləq rütubəti bölürük nisbi rütubətə. Yəni fi bərabərdir 30'u bölürük 0,6'ya. Vergülü silsə yuxarı bir 0 ata bilərik. 36'ya 5, o da 0'ı da yanına yazsaq alırıq 50 qram bölünsün nə metrin kubi. Sonra 5 nömrəli testdə temperaturu 29 dərəcə Selsi və şeh nöqtəsi 14 dərəcə Selsi olan havanın nisbi rütubətini hesabla. Nisbi rütubətin düsturundakı fi bərabərdir. Deməli P bölünsün P0 surətdəki parsial təzyiq, deməli şeh nöqtəsinə uyğun temperaturdakı təzyiqin qiymətini yazacaqsınız. Digəri isə doyan su buxarının təzyiqidir ki, bu hər hansı bir temperatur üçün. Aldığımız cavabı da nəyə vururuq? 100%-ə. Və buradan qiymətləri yerinə yazaq. Deməli şeh nöqtəsi 14 dərəcə Selsidir ki, 14 dərəcə Selsiyə uyğun təzyiqi verib 1,6 kilopascal. Surətə yazaq 1,6 kilopaskalı. 29 dərəcə Selsidə isə verib doyan su buxarını, deməli doyan su buxarının təzyiqini məxrəcə yazırıq 4'ü vururuq 100%-ə. Buradan alacaqsınız 0,4, 0,4'ü də 100%-ə vursaq alırıq neçə faiz? 40%. Deməli doğru cavabımız olacaq C variantı. Məsələn, elə 16 nömrəli testə baxaq. 16 nömrəli testdə 15 dərəcə Selsi temperaturda havada olan su buxarının sıvılığını verib, yəni rho verilib bizə 2,6 qram böl metrin kubi. Havanın nisbi rütubətini verib 20%, yəni 0,2. Havada olan doyan su buxarının sıxlığı soruşur. Rho 0 bərabərdir suala. Buradan nisbi rütubətin mütləq rütubət və doyan su buxarının sıxlığı ilə olan düsturunu qeyd edirik. Düsturdan rho 0 soruşur. Fi ilə rho 0'ın yerini dəyişirsiniz uşaqlar tənasüblə. Deməli fi rho 0 bərabərdir rho bölünsün fi və buradan qiyməti yazırıq. 2,6'nı nəyə böləcəksiniz? 0,2'yə. Alırıq neçə? 13 qram bölünsün metrin kubi oldu. Hansı variant? Olur Y variantı. Baxaq elə qayda bildik yuxarı hissədəki testimizə baxaq. Məsələn 6 nömrəli testə baxırıq. Deməli havanın temperatur 14 dərəcə Selsidir. Nisbi rütubəti verib bizə 25% yazaq. Fi bərabərdir 0,25. Yəni 100'ə böldüm. Artıq düsturda 100%-i qeyd etməyəcəm. Havadakı su buxarının parsial təzyiqini hesablayın. Deməli kəsrin surətindəki P parsial təzyiqdir. P soruşur. Doyan su buxarının təzyiqini, yəni P0'ı verib bizə 1,6 kilopascal. Və buradan da fi bərabərdir. Yəni mütləq rütubətin parsial təzyiqi və doyan su buxarının təzyiqi ilə olan düsturunu yazırıq. Kəsrin surətindəki P parsial təzyiqdir. Parsial təzyiqi tapmaq üçün nisbi rütubəti doyan su buxarının təzyiqinə vururuq. Yəni 0,25'i nəyə vururuq? 1,6'ya. 1,6'nı rahat olsun bizə yazıram. 0,4 vurulsun 4 kimi yazıram. 4'e 0,25'e vuranda 1 alırıq. Burada qalır 0,4. Deməli aldıq neçə? 0,4 kilopascal. Sonra 7 nömrəli testdə 20 dərəcə Selsi temperaturda, gəlin bura qeyd edək. Deməli T1 bərabərdir 20 dərəcə Selsi temperatur. 20 dərəcə Selsi temperaturda havanın nisbi rütubətini verib bizə 80%. Yəni fi 1 bərabərdir. Verilib burada 0,18 çevirək onu. Sonra parsial təzyiqi dəyişmədən, deməli kəsrin surətindəki, yəni mütləq nisbi rütubətin düsturundakı parsial təzyiqi sabit saxlayır. Və temperatur düşüb olub 50 dərəcə Selsi. Baxın temperatur olub 50 dərəcə Selsi. İndi buradan həm də nəyə qeyd etməliyik?
Deməli 20 dərəcə Selsi temperaturda havada olan doyan su buxarının təzyiqi 2,4-dür. Baxın, buraya yazaq. P01 alırıq 2,4 kilopaskaldır. İndi 50 dərəcə Selsi üçün də qeydlərimizi aparaq. Deyir ki, 50 dərəcə Selsi temperaturda nisbi rütubəti hesabla. F2 bərabərdir suala. Sonra 50 dərəcə Selsi temperaturda əvvəldə də qeyd etdiyimiz kimi parsial təzyiq sabit qalır və doyan su buxarının təzyiqi, yəni P02, doyan su buxarının təzyiqi isə 12 kilopaskaldır. Nisbi rütubətin düsturunu yazırıq. F bərabərdir P bölünsün. Yazırıq P0. Deməli, burada bizə verilib ki, parsial təzyiq sabitdir. Baxın, P konstantdır. P konstant olanda F P0 ilə tərs mütənasibdir və onlar arasında tənasüb qurulur. F2-ni soruşduğuna görə tənasübü F2 ilə başlayaq. F2 bölünsün F1 bərabərdir. P01 bölünsün nə yazırıq? P02. Baxın, tənasübü qurduqdan sonra tələb olunan nisbi rütubəti buradan tapaq. F2 bərabərdir. F1 baxın tənasüblə gəlib çıxıb P01-in yanına. Yəni F1 vurulsun P01 bölünsün P02. Buradan hesablamamızı aparaq. F2 bərabərdir. F1-i neçə verib bizə? 0,8. Buraya yazırsınız uşaqlar 0,8. P0 verib 2,4. P02-ni isə neçə verib? P02-ni də verib bizə 12. Baxın, P0 da verib bizə 12. Buradan qiymətləri qoyaq yerinə, hesablayaq. Yəni hesablayaq. Deməli 12 ilə vergül silsə bura bir 0 atsaq bir dəqiqə. Deməli parsial təzyiqi dəyişmir. Düz getdik. F1-imiz 20 dərəcə Selsi temperaturda 2,4-dür. Sonra 50 dərəcə Selsidə isə neçədir? 12 paskaldır. Buradan hesablayaq. Baxın, bunu silsək buradan 12 ilə bunu ixtisar aparsa, burada qalacaq bizdə neçə? Burada qalacaq 0,2. 0,2-ni vursaq 0,8-ə, burada alırıq 0,16. Deməli 0,16-nı da 100-ə vursaq alırıq neçə? 16%. Baxın, alırıq hansı variant? Alırıq C variantı. Sonra havanın nisbi rütubəti nə ilə ölçülür? Nisbi rütubət, baxın, bayaq şəkildə də qeyd etdik ki, psixrometrlərə ölçülür. Və hətta ki, indi onun tərsi verilib. Havanın nisbi rütubəti təyin edilir. Yenə nə götürülür? Hə, hiqrometrlə nisbi rütubəti götürəcək hiqrometr. Məsələn, deyir ki, hiqrometr nəyi ölçür? Havanın nisbi rütubətini. Sonra şeh nöqtəsini. Şeh nöqtəsi isə ölçülür metal hiqrometrlə. Sonra baxaq 12 nömrəli testdə. Məsələn, metal hiqrometr nəyi ölçür? 11 nömrəli testdə dedik ki, şeh nöqtəsi nə ilə ölçülür? Dedik ki, metal hiqrometr. İndi deyir ki, metal hiqrometrlər nə ölçülür? Deyirsiniz ki, şeh nöqtəsi. Sonra psixrometrlər nə ölçülür? Havanın nisbi rütubəti. Məsələn, deyir ki, psixrometrin hər iki termometrin göstərişi eynidir. Uşaqlar, indi deyir ki, psixrometri, yəni quru termometrin göstərişi, bura baxın, T yazım. Deməli, quru termometrin göstərişi nəm termometrin göstərişinə bərabərdir. Bu zaman havanın nisbi rütubəti neçə olacaq? Havanın nisbi rütubəti olacaq 100%. Amma quru termometrlə nəm termometrin göstərişləri fərqli olarsa, nisbi rütubət ixtiyari qiymətlər alır. Sonra havanın nisbi rütubəti 100%. Deməli, havanın nisbi rütubəti 100% olduqda psixrometrin quru və nəm termometrin göstərişləri arasındakı fərq nə qədər olacaq? 0 dərəcə. 15 nömrəli testdə isə sizlə bundan əvvəlkində artıq biz baxdıq. Keçək digər səhifəmizdə. Digər səhifəmizdə də yenə oxşar tipli testlərdir. İndi baxaq 17 nömrəli testdə. Biraz bunu böyüdək. Deməli, 17 nömrəli testdə şeh nöqtəsində hansı hadisə baş verir? Şeh nöqtəsində bilirik ki, havada olan su buxarı hansı hala keçir? Doyan hala keçir. Baxın, şeh nöqtəsində havada olan su buxarı keçir hansı hala? Doyan hala keçir. Sonra havada olan su buxarının doyan buxarın halına keçdiyi temperatur nə adlanır? Şeh nöqtəsi adlanır. Sonra baxaq 19 nömrəli testdə, baxın, psixrometrik cədvəl verilmişdir. İndi bu cədvəldən siz nə cür istifadə edəcəksiniz? Deməli, bu cədvəldə bizə verib quru termometrin göstərişi. Quru termometri göstərir 14 dərəcə Selsi. Baxın, bu sütundan quru termometri qeyd etdiniz uşaqlar 14. Ortadakı xananın baxın yuxarı hissəsini yazıb ki, quru və nəm termometrin göstərişinin fərqi.
Yəni həmin hissəyə biz quru termometrin göstərişindən nəm termometrin göstərişinin fərqini tapmaqla istifadə edəcək. İndi qurunu verib 14, yaş termometri isə göstərib 8. 14 çıxılsın 8. 14-dən 8 çıxanda deməli fərqi alırıq 6. 14 ilə 6-nın kəsişməsi. Baxın 6-nı burada verib, 14-ü də burada. Bunların kəsişməsi ilə düşürsüz. Baxın buradan da gəldi. Gəldi burada baxın kəsişdi. Kəsişmə nöqtəsinə 42 yazdığına görə havanın nisbi rütubəti olacaq 42%. Sonra 20 nömrəli testdə sabit temperaturda havanın nisbi rütubətini 2 dəfə artırdıqda verilmiş həcmdəki su buxarının kütləsi necə dəyişər? Bunun üçün əvvəlcə nisbi rütubətinin fi bərabərdir. Rho bölünsün rho 0 mütləq temperaturlar olan düsturunu yazdıq. Burada deməli buxarın kütləsini soruşduğuna görə mütləq rütubəti M bölünsün V düsturu ilə əvəz edirik. Rho 0. Bundan sonra testimizi işləyək. İndi deyir ki, sabit temperatur. Sabit temperatur deyəndə məxrəcdəki doyan su buxarının sıfıra sabit qalır. Sonra verilmiş həcm də sabit qaldı və buradan alırıq ki, havada olan su buxarının kütləsi ilə nisbi rütubət düz mütənasibdir. Nisbi rütubət 2 dəfə artanda buxarın kütləsi də 2 dəfə artacaq, olacaq D variantı. Sonra 21-də sabit temperaturda havanın nisbi rütubətini 3 dəfə azaltdılar. Yenə baxın, həmən düsturdur. Nisbi rütubət 3 dəfə azalanda havada olan su buxarının kütləsi də 3 dəfə azalacaq. Doğru cavabımız olacaq hansı variant? B variantı. Sonra deməli 22 nömrəli testdə qrafiklərdən hansı havadakı su buxarının molekullarının konsentrasiyası sabit qaldıqda nisbi rütubətin doyan su buxarının molekullarının konsentrasiyasından asılı qrafikini düzgün ifadə edir. Deməli burada da alacaq ki, havada olan su buxarının konsentrasiyası, baxın bu düsturu belə qeyd edə bilərik. Deməli rho bərabərdir N0-sı. Burada olacaq bizdə N bölünsün nədir? N0 vurulsun nə yazacaqsınız? Vurulsun 100%. Buradan alırıq ki, deməli nisbi rütubət havada olan su buxar molekullarının konsentrasiyasının sabit qiymətindən nisbi rütubət doyan su buxarının konsentrasiyası ilə nədir? Tərs mütənasibdir. Tərs mütənasib qrafikdə baxın bizə verilib, onun Y variantında. Baxın bu qrafiki götürürsünüz. Çünki nisbi rütubətin qiyməti də 100%-də nədir? Ən maksimal qiyməti 100%-dir. Sonra 23 nömrəli test, müqayisə tipli testi. Sabit temperaturda havada olan su buxarının verilmiş həcmdəki kütləsini 2 dəfə artırdıqda nisbi rütubət necə dəyişir? Yazırsınız fi bərabərdir rho bölü rho 0. Rho-nun yerinə yazırıq M bölünsün V vurulsun rho 0 vur 100%. Yenə temperatur sabitdirsə burada rho 0 dəyişmir. Sonra deyir ki, verilmiş həcmdə, deməli həcm sabitdir və biz buradan nə alırıq? Nisbi rütubət buxarın kütləsi ilə düz mütənasibdir. Kütlə 2 dəfə azalanda nisbi rütubətin qiyməti də 2 dəfə azalacaq. Doğru cavabımız olacaq A variantı. Verilmiş temperaturda havanın nisbi rütubətini 20% artırdıqda su buxarının parsial təzyiqi necə dəyişir? Nisbi rütubətin uşaqlar parsial təzyiqinə olan düsturunu yazırıq. Fi bərabərdir P bölü P0. Verilmiş temperatur deyirsə məxrəcdəki doyan su buxarının təzyiqi sabit qalır. Fi burada parsial təzyiqlə düz mütənasibdir. Nisbi rütubət 20% artırsa, deməli parsial təzyiq də 1,2 dəfə artacaq. Doğru cavabımız olacaq C variantı. Digərində isə indidir ki, parsial təzyiqi 20% artırdılar. Parsial təzyiqi 20% artıranda nisbi rütubət 1,2 dəfə artacaq. Doğru cavabımız olacaq B variantı. Sonra 26 nömrəli testdə nisbi rütubətlər verilib bizə. Deməli, nisbi rütubətlər arasında münasibət verilib və otaqlardakı psixrometrin, yaş termometrin göstərişlərini müqayisə edin. Quru termometrin göstərişi nədir? Eynidir. Qeyd etmişim ki, quru termometrin göstərişinin eyni, yəni sabit qiymətində, bərabər qiymətində havanın nisbi rütubəti nəm termometrin göstərişi ilə düz mütənasibdir. Yəni tutaq ki, bunu məsələn belə başa düşə bilərsiniz. Məsələn, iki otaq verilmişdi, baxın. 2 otaq verilmişdi. Məsələn, hər iki otaqda psixrometr quraşdırılıb. Birinci otaq, yəni quru və nəm termometrləri bura qeyd edək. Baxın, quru və nəm termometrləri qeyd edək. Quru və nəm. Deyir ki,
Hər iki otaqda quru termometrin göstərişi eynidir. Məsələn, bu otaqda da quru termometr göstərisinin 15 dərəcə Selsi, digər otaqda da 15 dərəcə Selsi göstərsin. Məsələn, birinci otaqda nəm termometr göstərir 14 dərəcə Selsi, ikinci otaqda isə göstərir 13 dərəcə Selsi. Yadda saxlayırsınız, quru və nəm termometrlərin göstərişləri arasında fərq azaldıkça nisbi rütubətin qiyməti artır. Ona görə də biz deyə bilərik ki, quru termometrin göstərişinin eyni, yəni sabit qiymətində nisbi rütubət nəm termometrin göstərişi ilə düz mütənasibdir. İndi burada verib, deməli, fi 3 böyükdür fi 2-dən, o da böyükdür fi 1-dən. Onda biz yaza bilərik ki, T3 böyükdür T2-dən, o da böyükdür nədən? T1-dən. Və doğru cavabımız olacaq hansı variant? B variantı. Digərində isə indi yaş termometrin göstərişini verib, nisbi rütubət soruşur. Elə olduğu kimisini seçirsiniz. Yəni qeyd etdik ki, quru termometrin göstərişlərinin bərabər qiymətində nisbi rütubət nəm termometrin göstərişi ilə düz mütənasibdir. Yenə qeyd edirəm, əgər quru termometrin göstərişi nəm termometrin göstərişinə ümumiyyətlə bərabər olarsa, havanın nisbi rütubəti neçə olacaq? 100%. Məsələn, burada baxın, otaqda, məsələn, burada 15 yazsaydım, onda deyə bilərdiniz ki, bu otaqda rütubət 100%-dir. İndi isə burada 3, 2, 1 böyükdürsə, onda burada da götürürsünüz ki, deməli, fi 3 böyükdür fi 2-dən, o da böyükdür nədən? Fi 1-dən. Sonra baxaq 28 nömrəli testdə. Havanın temperaturunu dəyişmədən otaqdakı su buxarının ılılığını azaltdıqda nisbi rütubət necə dəyişir? Baxın, hər dəfə düsturu qeyd edirəm ki, yadımızda qalsın. Fi bərabərdir, rho bölünsün, rho 0 yazırıq. Havanın temperaturunu dəyişmirsə, deməli, doyan su buxarının ılığı burada sabit qalır. Fi burada kəsrin surətindəki mütləq rütubətdir. Yəni, mütləq rütubət havada olan su buxarının sıxlığıdır. Fi burada havada olan su buxarının sıxlığı ilə düz mütənasibdir. Sıxlıq 3 dəfə azalırsa, nisbi rütubətin qiyməti də 3 dəfə azalacaq. Doğru cavabımız olacaq A variantı. Sonra digərində isə yenə havanın temperaturunu dəyişmədən otaqdakı su buxarının parsial təzyiqini azaldıb, indi nisbi rütubətin parsial təzyiqlə olan düsturunu yazırıq. Fi bərabərdir. P bölünsün P0. Temperatur sabit qaldıqda məxrəcdəki doyan su buxarının təzyiqi sabit qalır. Amma fi isə nədir? Mütləq parsial təzyiqlə, yəni havada olan buxarın təzyiqi ilə düz mütənasibdir. 2 dəfə azalanda nisbi rütubətin qiyməti də 2 dəfə nə edəcək? Azalacaq. Alacaqsınız A variantı. Sonra digər səhifədə də baxın, psixrometrik cədvəl verilmişdir. Məsələn, psixrometrik cədvəldə nə verilib bizə? Quru termometr göstərir 12 dərəcə Selsini. Baxın, burada 12 dərəcə Selsini qeyd etdik. Yaş termometr göstərir 10 dərəcə Selsini. Quru və yaşın fərqi 12-dən 10-u çıxırıq. Deməli, fərq neçədir? 2-dir. İndi baxın, 12 ilə 2-nin kəsişməsi neçəyə gəlib çıxacaq? 78-dir. Məsələn, baxın, buradan düşdünüz bura. Buradan da gəlirsiniz bura. Aldıq neçə? 78. Sonra 31 nömrəli testdə. 31 nömrəli testdə deməli, quru və nəm termometrin göstərişləri eyni. Quru termometrin göstərişlərinin eyni olan 2 otaqdır. Deməli, quru termometrin göstərişi eynidir. Otaqlarda, birinci otaqda nisbi rütubəti verib 50%. Baxın. İkinci otaqda isə nisbi rütubəti verib neçə faiz? 60%. İndi deyir ki, yaş termometrin göstərişi quru termometrin göstərişindən aşağıdır. Bu hər ikisində. Niyə görə? Çünki nisbi rütubət 100% deyil. Ona görə demişdim ki, quru termometrin göstərişləri, yaş termometrin göstərişi quru termometrin göstərişindən kiçik olarsa, yəni T quru böyükdür yaş termometrin göstərişindən. Bu o deməkdir ki, nisbi rütubətin qiyməti 100%-dən aşağıdır. Burada da baxın, biri 50-dir, biri 60-dır, 100%-dən aşağıdır. Ona görə bir oxşarlıqdır. Sonra su buxarının parsial təzyiqi daha böyükdür. Məsələn, 60%-də parsial təzyiq digərindən böyükdür. 2-ni bura yazır. Su buxarının parsial təzyiqi kiçikdir, 3-ü bura. Buxar isə doymayan buxardır. Bura oldu 1, 4. Deməli, 3, 2, 1, 4. 3, baxaq, 3, sonra baxaq görə 3, 2, 1, 4 doğru cavab oldu Y variantı. Sonra eyni ilə oxşar test 32 nömrəli testdə oxşar tipli testi. İndi
Burada dedik ki her iki otaqda quru termometr göstərir 25 dərəcə Selsini. Baxın, burada da quru 25 dərəcə Selsini göstərir. Bu otaqda da 25 dərəcə Selsini. Birinci otaqda havanın temperaturu 20 dərəcə, nəm termometr 20 dərəcə Selsini. İkinci otaqda isə yaş termometr yenə göstərir 18 dərəcə Selsini. Məsələn, birinci otaqda quru ilə yaş arasında fərq azdır. Fərq azdırsa, birinci otaqda rütubət daha çoxdur. Məsələn, nisbi rütubət böyükdür birinci otaqda. İkinci otaqda isə fərq nisbətən birincidən böyükdür. Ona görə orada nisbi rütubət daha kiçikdir. Yenə qeyd edirəm. Deməli, quru və nəm termometrin göstərişləri arasında fərq azaldıqca nisbi rütubətin qiyməti artır. Sonra otaqdakı buxar doymayan buxardır. Deməli, 3'ü buraya yazın. Mütləq rütubət daha böyükdür. Hansı otaqda deməli göstərişlər bir-birinə yaxındırsa, orada rütubət çoxdur. Deməli 1 4 bura getdi. Mütləq rütubət daha kiçikdir. Mütləq rütubət daha kiçikdir. Onu da 5'i də buraya yazıq. Deməli 1'ə 1 4, 2'yə 2 5, oxşarlıq da nədir? 3. Deməli 1 4, 2 5, oxşarlıq da 3. Doğru cavabımız oldu. Hansı variant? C variantı. Elə paralelinə baxaq bir testdə, 36 nömrəli testdə. Sabit temperaturda havanın nisbi rütubətinin su buxarının parsial təzyiqindən asılı qrafiki hansıdır? Yəni fi bərabərdir. P bölünsün. Nə yazırıq? P0. Sabit temperatur deyirsə, doyan su buxarının təzyiqi sabit qalır. Nisbi rütubət parsial təzyiqlə düz mütənasibdir. Doğru cavabımız olacaq hansı variant? Doğru cavabımız olacaq C variantı. Yəni bundan əvvəlkində də baxın testlər işləyirdik uşaqlar. Orada deyirdik ki, məsələn temperatur sabitdir, parsial təzyiq 2 dəfə azaldı, deyirdik ki nisbi rütubət də 2 dəfə azaldı və yaxud da ki artırsa o da 2 dəfə artacaq. Sonra havadakı su buxarının parsial təzyiqi eyni temperaturdakı doyan su buxarının təzyiqindən 60% nədir? 60% azdır. Bu isə o demək nədir? Yazırsınız nədir? 60% azdırsa, onu biz yazırıq bura fi bərabərdir. Baxın, deməli, parsiya 60% azsa 0,4. O da bizə neçə verəcək? Olacaq, verəcək bizə 40% oldu. Sonra keçək digər testimizə. 34 nömrəli testə. 34 nömrəli testə ilə əvvəldən gəlin yuxarı hissədən 33'dən başlayaq, sonra keçək ona. Deməli, həcmləri bərabər olan, bərabər otaqlarda qoyulmuş psixrometrin, quru termometrin göstərişləri eynidir. Yəni 2 otaqdır. Birinci otaqda da quru 30 dərəcə Selsini göstərir. İkinci odada da 30 dərəcə Selsini. Birinci otaqda nisbi rütubət 40%dir. Buraya yazar 40%. İkinci otaqda isə nisbi rütubət 65%dir. Hansı otaqda rütubət çoxdursa, deməli həmin otaqda quru termometrin göstərişi ilə nəm termometrin göstərişi arasında fərq azdır. İndi yazım. Su buxarının kütləsi daha böyükdür. Deməli, rütubət olan otaqda. Bu otaqda, ikinci otaqda. Su buxarının kütləsi daha kiçikdir. Deməli, bu oldu hansı otaqda? İkinci otaqda. Məsələn, yazırsınız bu düsturu. Fi bərabərdir. M bölünsün V, vurulsun. Nə yazırsınız? Vurulsun. Yazırsınız rho 0. Çünki deyik ki, həcmlər bərabərdir. Nisbi rütubət burada kütlə ilə düz mütənasibdir. Rütubət çox olan yerdə kütləsi də, buxarın kütləsi də böyük olacaq. Otaqdakı buxar doymayan buxardır. 3'ü buraya yazırsınız. Yaş termometrin göstərişi daha böyükdür. Deməli, əgər nisbi rütubətin qiyməti böyükdürsə, orada yaş termometrin göstərişi digər otaqdakı ilə müqayisədə böyükdür. 4'ü buraya yazırsınız. Yaş termometrin göstərişi daha kiçikdir. 5'i də buraya yazırsınız. Deməli, götürürük 2, 5, 1, 4. Oxşarlıqda nə oldu? 3 oldu. B variantı. Biraz diqqətli olmaq lazımdır. Çünki səhv eləməyək. Baxaq 34 nömrəli testdə. 34 nömrəli testdə nədir? Yenə baxın, indi 2 otaq verilib. Hər iki otaqda quru göstərir 20. Deməli, hər iki otaqda havanın temperaturu eynidir. Çünki əvvəldə də demişdik ki, quru termometr ölçür otaqdakı havanın temperaturunu. Hər iki otaqda əgər quru 20'dirsə, otaqdakı temperaturlar, yəni havanın temperaturları eynidir. Sonra istədik ki, nisbi rütubəti müqayisə elə. Baxırıq birinci otaqda. Birinci otaqda nəm göstərir 17'ni. Deməli, quru ilə nəm arasında fərq azdır. Fərq azaldıqca rütubət çoxdur. Ona birinci otaqdakı rütubət, ikinci otaqdakı rütubətdən nədir? Böyükdür.
Və yaxud da ki, yenə qeyd edirəm, biz qeyd etmişdik ki, quru termometrin göstərişinin bərabər qiymətində, yəni eyni qiymətində havanın nisbi rütubəti nəm termometrin göstərişi ilə düz mütənasib götürə bilərik. Baxırıq, birinci otaqda nəm 17-ni göstərir, ikinci otaqda 15-i göstərir. Onda birinci otaqda rütubət ikincidən daha böyükdür. Doğru cavabımız oldu nədir? Doğru cavabımız oldu bizim B variantı. 35'e baxdıq. Deməli, su buxarının parsial təzyiqi eyni temperaturda doyan su buxarının parsial təzyiqindən 60% azdır. Orada da yazırsınız, yəni P bərabərdir 100 çıxılsın 60%, alacaq 0,4, o da olacaq neçə faiz? 40%. Keçək digər testimizə. Digər testdə 37 nömrəli testdə nisbi rütubətin hansı qiymətində eyni şəraitdə suyun buxarlanması daha intensiv olur. Yəni suyun buxarlanması üçün rütubət nə olmalıdır? Az olmalıdır. Rütubət azdırsa bu hansı faizdir? 50%. A variantı. Sonra su buxarının izotermik genişlənməsi prosesi diaqramı verilmişdir. Diaqramın A nöqtəsinə uyğun havanın nisbi rütubəti fi sıfırdırsa, deyir ki B nöqtəsinə uyğun B nöqtəsində nəyə bərabərdir? Temperatur sabitdirsə, deməli, nisbi rütubətin düsturundakı doyan su buxarının təzyiqi sabit qalır. Yəni P0, P böl. A nöqtəsinə uyğun buxarın təzyiqini nə verib burada? A nöqtəsinə uyğun buxarın təzyiqini P bölüb. Buna birinci deyirik ki, A nöqtəsi üçün. P böl P0, buna fi 0 deyir. Onu B nöqtəsi üçün yazırsınız uşaqlar. B nöqtəsi üçün yazırsa fi bərabərdir. Məxrəcdəki, çünki temperatur izotermik prosesdir, məxrəcdəki P0 doyan su buxarının təzyiqi sabit qalır. Amma surətdəki su buxarının təzyiqi dəyişir. Buradan baxırıq ki, həcm 6 dəfə artıb. Baxın, 3-dən hara gəlib? Həcm 2 dəfə artıb. 3-dən 6 arası. Həcm 2 dəfə artıbsa, Mendeleev-Klaperon təlili ilə bilirik ki, P bərabərdir nü RT bölünsün V yazırıq. P burada V ilə tərs mütənasibdir. Onda təzyiqin qiyməti 2 dəfə azalıb. Deməli, havada olan su buxarının təzyiqi 2 dəfə azalıb. Qiyməti yazandan sonra əvvəlki ilə müqayisədə P böl P0'a nə demişdik? Fi 0 demişdik. Onda alırıq ki, fi 0 bölünsün 2. Doğru cavabımız olacaq. Hansı variant? A variantı. Sonra baxaq 39 nömrəli testə. 39 nömrəli testə gəlin buradan belə qeyd edək. Buradan yazaq. Deməli, həcm verilib. Baxın, mütləq verilənlər yazın ki, sizə rahat olsun. 15 metrin kubu verilib, çevirməyə ehtiyac yoxdur. Sonra temperatur Kelvin 300 Kelvindir. Elə əsas vahidlə verilib. Sonra buxarın kütləsi 360 qramdır. M bərabərdir 360 qramı yazacaqsa 360 vurulsun. Gəlin yazaq 10 üstü -3 kiloqrama keçirsiniz. Havanın nisbi rütubəti fi bərabərdir 80% yazaq 0,8. Malyar kütlə verib, rho verib. Bizə deyir ki, doyan su buxarının ıslığını tap. Yazaq fi bərabərdir P bölünsün, nə yazırıq? Rho bölünsün. Doyan su buxarının daha doğrusu təzyiqini. P bölünsün yazırıq. P0. Doyan su buxarı burada P0'dır. Buradan yazaq deməli P0 bərabərdir. P0 bərabərdir. P bölünsün nə yazırıq? P bölünsün. Deməli, həmin temperaturda doyan su buxarı. P bölünsün buraya yazırsınız fi. Və Mendeleev-Klaperon təlili ilə yerinə, P-nin yerinə yazırıq burada. Nü RT bölünsün V vurulsun. Nə yazdıq? Fi. Buradan qiymətləri yerinə qoysa, deməli P0 bərabərdir. Burada həm də biz nüyünü maddə miqdarını nə ilə əvəz edirik? M bölünsün malyar. Buraya yazırsınız RT. Burada V vurulsun. Nədir? Fi. Buradan qiymətləri yazaq yerinə. Baxın, kütləni neçə verib bizə? 360. Yazaq 360. 10 üstü -3'ü var. Sonra R'in qiyməti 8. T'nin qiyməti də neçədir? T'nin qiyməti də 300. Sonra məxrəcdə malyar kütlə verib 18 vurulsun 10 üstü -3. Sonra həcmi verib 15. Sonra nə gəlir? Nisbi rütubəti də nə yazıq? Nisbi rütubətə yazıq 0,8. Buradan vergülü silsə bura bir 0 ata bilərik. Baxın, bu 8 ilə 8 ixtisar getdi. Sonra 10 üstü -3 ilə 10 üstü -3'ü ixtisar apardı. 30'u 15'e bölsək burada 2, burada qalacaq neçə? Burada qalır 200
qaldı 200. Sonra 36 ilə 18-i aparaq x'ar. 36 ilə 18-i də x'ar aparsaq necə qalacaq? Burada qalacaq 40. Buradan da baxaq 40 deyirəm 20. Çünki 36 20. 2-ni bura 200. Burada da deməli burada 20 var. Burada da 200 var. Buradan alırıq biz neçə? Alırıq 4000 Pascal. 4000 Pascal'da çevirip elirsiniz. Kilo Pascal'da cevap olacak neçə? 4 kilo Pascal. Doğru cevabımız oldu. D variantı. Əsas baxın düsturumuzu aldıq. Özünüz yenidən qiymətləri yerinə qoyub hesablamanı apara bilərsiniz. Eyni ilə 40 nömrəli test də oxşar tipli testi. Burada isə deyir ki, otaqdakı su buxarının kütləsini hesablayın. İndi biz bayaq düsturunu aldıq. Otaqdakı su buxarına yazırıq. Fi bərabərdir. Fi bərabərdir. Burada bizə nələr verilib? Doyan buxarın təzyiqi verib. Deməli, P bölünsün P0. Fi bərabərdir. Burada fi vurulsun bura P0 yazaq. Gəlin bunu silək. Buradan bir dəqiqə. Bunu sildik. Deməli, P bərabərdir. Fi vurulsun P0 yazaq. Və buradan da P'nin yerinə nÜRT bölünsün malyar. nÜRT bölünsün malyardır. nÜRT bölünsün V bərabərdir. Fi vurulsun P0. Eminliyini buradan açırıq. Çünki bizdən deyir ki, havada olan su buxarının kütləsini tap. Baxın, otaqdakı buxarın kütləsini tap. Deməli, M bölünsün malyar düşdü aşağı. RT bölünsün V bərabərdir. Fi vurulsun P0. Yəni, buradan kütləni tapaq uşaqlar. Buradan kütləni tapanda M bərabərdir. Baxın, kəsri biraz böyle. Fi vurulsun P0, vurulsun malyar, vurulsun V, bölünsün R, vur T. Buradan qiymətləri yerinə yazmaqla məsələmizi həll edə bilərik. Yəni, hesablamamızı da elə aparaq. Fi. Və neçə nömrəli testə baxırdıq? Fi'ni verib bizə 60% isə buraya yazaq 0,6. Sonra doyan buxarın təzyiqi 4 kilo Pascal'dır. Buraya yazırıq 4 vurulsun 10 üstü 3. Sonra malyar kütlə 18 vurulsun 10 üstü -3 yazırıq. Sonra həcm verilib 20 metrin kubu. Çevirməyə ehtiyacı yoxdur. Məxrəcdə 8. Temperaturu da neçə verib? Temperaturu verib 300 Kelvin. Burada nələr ixtisar gedəcək? Baxın. Deməli 10 üstü -3, 10 üstü müsbət 3 getdi. Buradan 0 vursaq bu eləyəcək bizdə 6. Sonra 8 ilə 4'ü ixtisar aparsaq burada qalacaq 2. Sonra 30 ilə elə burada 3 ilə 18'i ixtisar aparsaq burada 6. Bu 2 ilə də bu 2 getsə 6 vur 6 burada alırıq 36. Baxın burada aldıq 36. Sonra burada nə var? 100 qram var. Deməli 100 lira. Məxrəcdə bir 100'ümüz var. Alırıq 0,36. Bunu da bölürük neçəyə? 100'ə. Alırıq biz 0,36 alırıq kilogram. Cavab isə qramla verildiyinə görə 1000'ə vursaq alırıq 360 qram. Doğru cavabımız oldu. C variantı. Deməli əsas düsturu yenə baxın burada qeyd edirəm. Baxın bu düsturumuzu almışıq. Baxın bu düsturdan istifadə etməklə məsələni həll edə bilərsiniz. Keçək 41 nömrəli testə. 41 nömrəli testdə deməli psixrometrin birinci otaqdan ikinci otağa apardıqda quru termometrin göstərişi dəyişmir. Deməli T qurunun qiyməti sabit qalır. T quru sabit qalır. Yaş termometrin göstərişi artdı. Yəni ikinci otaqdakı yaş termometrin göstərişi birinci otaqdakı nəm termometrin göstərişindən böyükdür. Yəni birincidən böyükdür. Və bizə deyir ki, nisbi rütubətləri bir də otağın temperaturlarını. Deməli quru termometrin göstərişi dəyişmirsə, deməli T1 bərabərdir T2-yə və nəm termometrin göstərişi artıbsa, deməli ikinci otaqdakı rütubət birinci otaqdakı rütubətdən çoxdur. Gəlin yazaq. Deməli T quru T nəmə bərabərdir. Fi 2 böyükdür. Fi 1'dən doğru cavabımız olacaq. Hansı variant? Doğru cavabımız olacaq Y variantı. Sonra 42 nömrəli testdə otaqda yerləşən psixrometrlərin termometrlərin göstərişləri təsvir olunmuşdur. Otaqlardakı havanın mütləq və nisbi rütubətləri arasında hansı münasibət doğrudur? Burada yenə baxırıq. Hər iki otaqda quru termometrin göstərişi eynidir.
və bu zaman nisbi rütubət elə mütləq rütubətin özü də roda nəm termometrin göstərişi ilə, yəni yaş termometrin göstərişi ilə düz mütənasibdir. Deməli, ikinci otaqda həm fi, həm də ronun qiyməti birinci otaqdan böyükdür. Baxın, variantlar yuxarıda verilib. Deməli, ikinci otaqdakılar birincidən böyükdür. İkinci otaqda həm mütləq rütubət, həm də nisbi rütubət böyükdür. Doğru cavabımız olacaq hansı variant? C variantı. Sonra 43 nömrəli testdə su buxarının izotermik genişlənməsi prosesində deməli diaqram verilmişdi. Diaqramın 1, 2 və 3 nöqtələrinə uyğun nisbi rütubətləri müqayisə etməli. Nisbi rütubətin düsturunu yazsa fi bərabərdir. Rho bölünsün, nə yazılır bura? Rho bölünsün, rho 0. Burada əvvəlcə baxırsınız ki, 1 və 2 nöqtələndə havada olan su buxarının ısılığı, yəni mütləq rütubətin qiyməti eynidir. Bu deməkdir ki, 1 və 2 nöqtələrində nisbi rütubətlər bərabərdir. Fi 1 bərabərdir, fi 2. Ne qalır? Fi 3. Sonra isə 2 nöqtəsindən 3 nöqtəsinə gələndə həcmin havada olan buxarın həcmi artıb. Yəni, rho bərabərdir. M bölünsün nə yazırıq? M bölünsün V. Rho burada V ilə tərs mütənasibdir. Deməli, həcmin qiyməti artanda rho'nun qiyməti azalır. Mütləq rütubətin qiyməti azalanda nisbi rütubətin qiyməti də azalacaq. Ona görə 1 ilə 2 bərabərdir uşaqlar. O 3-dən böyük olacaq. Doğru cavabımız olacaq hansı variant? Doğru cavabımız olacaq B variantı. Sonra 44 nömrəli testdə də bundan əvvəlki istifadə etdiyimiz oxşar tipli testlərdən biridir. Burada sadəcə nə edəcəksiniz? 27 dərəcə Selsin'i Kelvinə keçəcəksiniz. Yəni fi 1 fi 1 deyirəm, eyb yox yazaq. Fi 1'i verib 60%. Buraya yazırsa 0,6. Yox, gəlin silə götürək. Başqa rəngi götürüm mən. Rəngi. Bax. Deməli, 27 dərəcə Selsi verib, deməli, onu keçirsiniz Kelvinə, üzərinə 273 gəlirsiniz, deyirsiniz ki, 300 Kelvin. Havanın nisbi rütubəti 60% isə verib uşaqlar 0,6. Deməli, havadakı su buxarının parsial təzyiqini deyir hesabla. P bərabərdir suala. Biz buradan P-ni tapmalıyıq. Malyar kütlə verib, eri verib, sonra doyan su buxarının ısılığını verib, rho 0'ı verib. Nisbi rütubətin düsturundan yazırıq ki, P bərabərdir, fi vurulsun, yazırıq bura P0. Buradan P bərabərdir, fi vurulsun. P0'ı burada açacaqsınız ki, rho 0 vurulsun, RT bölünsün. Ne yazacaqsınız? Bölünsün, yazırıq malyar. Buradan P-ni tapaq, parsial təzyiqi soruşur. Parsial təzyiq, deməli, fi'nin qiymətini verib 0,6. Sonra doyan su buxarının ısılığı verilib bizə necə? Doyan su buxarının ısılığı verib 3 vurulsun, 10 üstü -2. Erin qiyməti 8. Burada vurma işarəsidir. Temperatur da verilib necə? Temperatur verilib 300 Kelvin. Malyar 18 vurulsun. Malyar 18 vurulsun. 10 üstü neçədir? -3. Gəlin bu vergili buradan silsəm, bunu çevirək eləyək. -3, 10 üstü -3 ilə 10 üstü -3 getdi. X'ar. Sonra 6 vurulsun 3 eləyəcək necə? 18 eləyir. 8'i vursaq 3'e alırıq 24. 0'ı da yanına yazsaq alırıq 2400 Pascal. Deməli biz nə tapdıq uşaqlar? Havada olan su buxarının parsial təzyiqini tapdıq necə? 2400 Pascal. Diqqətlə baxın ki, məsələnin hesablamalarında səhvlər etməyəsiniz. Əsasən də buradan hansı uşağa müraciət edərdim? Vaqifə. Vaqif, diqqətlə bax testlərə. Sonra 45 nömrəli testdə. Deməli, 45 nömrəli testdə deməli, həcmi 3 kub metr olan və nisbi rütubəti 60% olan hava izotermik sıxılır. İzotermik sıxılırsa, burada deməli, doyan su buxarına aid olan kəmiyyətlərimiz sabit qalacaq. Buradan yazacaqsınız, deməli, fi 1 bərabərdir 60%-i gəlin elə yaza bilərik, yenə 0,6. V-ni neçə verib? 3 metrin kubu verilib. Deyir, həcmin hansı qiymətində havadakı su buxarının kondensasiyası başlanacaq. Deməli, buna V1 deyək, onda biz tapmalıyıq V2.
Əgər su buxarının kondensasiyası başlayırsa, bu zaman şeh düşür və şeh nöqtəsində havanın nisbi rütubəti artıq indi olur 100%. 100% isə bunu da yazsaq, nə yaza bilərik? 1. Deməli, həcmin hansı ki, əvvəlcə nisbi rütubətin fi bərabərdir. Rho bölü rho 0, rho'nun yerinə m bölünsün v vurulsun, rho 0 yazırıq. Burada fi, burada v ilə tərs mütənasibdir. Tənasüb quraq. Gəlin biz fi 2-ni tapmaq istəyirsə, tənasübü fi 2 ilə başlayaq. Deməli, fi 2 bölünsün fi 1 bərabərdir. V1 bölünsün, nə yazırıq? V1 bölünsün V2. Buradan fi 2-ni tapaq. Fi 2 bərabərdir. Fi 1 V1 bölünsün, nə yazırıq? Bölünsün V2. Fi 1'imiz, fi 1'i verip bize 0,6. Sonra V1'i 3 verip V2'ni de bir dəqiqə, V2'ni tapmalıyıq. Mən buradan bir dəqiqə gəlin. Buradan V2'ni tapmalıyıq. Mən burada faizi tapıram. Buradan deməli tapmalıyıq şeh nöqtəsində ki həcmi. Deməli həcmin hansı qiymətində havadakı su buxarının kondensasiyası başlayacaq. Yəni V2'ni tapmalıyam. Deməli burada V2'ni tapmaq üçün nə yazarıq? Deməli fi 1 V1 bölünsün, nə yazırıq? Fi 2. Buradan da fi 1 0,6'nı vurursunuz 3'e. Fi 2 də dedik ki 100%, o da 1 eləcək. Alacaqsın 1,8 metrin kubu. Deməli V2 bərabərdir, aldıq. Buxar kondensasiya edib neçə olub? 1,8 metrin kubu. Baxaq 46 nömrəli testdə. Deməli 46 nömrəli testdə havanın temperaturu 20 dərəcə Selsidir. Gəlin bir də rəngi dəyişim yenidən. Havanın temperaturu 22 dərəcə Selsidir. Buradan qeyd edək ki, biraz bu şəkildə. Deməli T1 bərabərdir 22 dərəcə Selsidir. 22 dərəcə Selsidə havanın nisbi rütubətini verib bizə neçə? Fi 1 bərabərdir 0,8'dir. Sonra havanın temperaturu 11 dərəcə Selsiyə düşüləndə, deməli T1 bərabərdir. Temperatur əgər 11 dərəcə Selsiyə düşübsə, buxarın kondensasiyası başlayıb və bu zaman şeh düşüb və şeh nöqtəsində havanın nisbi rütubəti olub neçə faiz? 100%. Bunu da nə götürəcəksiniz? Buna da 1 götürək. Sonra soyduqda 0,6 kilometr kubu, deməli həcm verilib bizə neçə? V bərabərdir 0,6 kilometrin kubi. Onu da metrin kubuna keçsəz, deməli 0,6 vurulsun 10 üstü 9 metrin kubi. Baxın, belə çevirdik. İdi baxın, mötərizədə nələr verilib və bizdən nə soruşur? Deməli, hava 11 dərəcə temperatura qədər soyuduqda 0,6 kilometr kubu həcmdə mayeyə çevrilən su buxarının kütləsini. Deməli, biz mayeyə çevrilən buxarın kütləsini tapmalıyıq. Yəni, buxarı nə qədər hissəsi mayeyə çevrilib. Birinci nə edirik? Deməli, 22 dərəcə Selsidə doyan su buxarının sıxlığını yazırıq. 22 dərəcə Selsidə doyan su buxarının sıxlığı. Doyan su buxarının sıxlığını verib bizə, deməli, buna yazırıq rho 0,1. Rho 0,1'i verib bizə neçə? 20 qram bölünsün metrin kubu. Onu da çevirsəz, 20 vur 10 üstü mənfi 3 kilogram bölünsün metrin kubu. Sonra 11 dərəcə Selsidə yenə doyan su buxarının sıxlığını, baxın 11 dərəcə Selsidə doyan su buxarının sıxlığını verib 10 qram bölü metrin kubu. Yəni 10 vurulsun 10 üstü mənfi 3 kilogram bölünsün metrin kubu. İndi isə biz nə etməliyik? Baxın, buradan nisbi rütubətin düsturunu qeyd edəcəksiniz. Hansı düsturunu? Fi bərabərdir. Birinci yazırıq. Fi bərabərdir. Fi 1 bərabərdir. Rho bölü rho 0. Rho'nun yerinə m bölünsün. Rho 0 vurulsun. 1 vur v. Digərində isə yenə həmin düsturu yaz. Yəni fi 2 bərabərdir. M bölünsün. Rho 0 2 vurulsun. V düsturunu yazdıq. Baxın, burada birinci otaqda yəni 22 dərəcə Selsidəki buxarın kütləsidir. Bu isə 11 dərəcə Selsidəki buxarın kütləsidir. Və bizə də deyir ki, otaqda, yəni buxara çevrilən mayenin kütləsini tap. Buxara çevrilən mayenin kütləsini tapmaq üçün biz 22 dərəcə Selsidəki buxarın kütləsindən 11 dərəcə Selsidəki buxarın kütləsini nə etməli? Çıxmalı. Çünki temperatur yüksək olanda buxarın kütləsi daha böyükdür. Və buradan da birinci düsturumuzdan, baxın, buradan M1'i tapsaq, yəni M1 bərabərdir. Fi 1 vurulsun, Rho 0 1 vurulsun V.
Buradan da M2'ni tapsaq, M2 bərabərdir. Fi2 vurulsun, Rho0 2 vurulsun və gətirib bu düsturda yerinə yazsaq, oradan həcmi ortaq vuruq kimi kənara çıxara bilərik. Deməli, Fi1 vurulsun, Rho0 1 çıxılsın, Fi2 vurulsun, Rho0 2. Baxın, bizə lazım olan düsturu aldıq uşaqlar. İndi bundan sonra hesablamamızı apara bilərik. Qiymətləri qoyaq. Deməli, 0,6 vurulsun, 10 üstü 9'dur. Onu biz nə yaza bilərik? 6 vurulsun, 10 üstü 8 kimi yaza bilərik. Sonra mötərizədə Fi1 0,8'dir. Baxın, Fi1 0,8'dir. Bu da kütləsi. Aha, oradan da 10 üstü mənfi 3 hər ikisində olduğuna görə gəlin 10 üstü mənfi 3'ü də ortaq vuruq kimi kənara çıxaracağım. Bura bir 10 üstü mənfi 3 yazaq. Vurulsun 10 üstü mənfi 3 və mötərizədə nə yazırıq? 0,8 vurulsun 20. Sonra çıxılsın. Digərində isə deməli Fi'si 1'dir. Rho'su isə neçədir? 10'dur. 1 vurulsun. Elə belə də yazıram. 1 vurulsun 10. Burada mötərizə içərisi bura verir bizə 16. Burada da neçədir? 10'dur. 16'dan da 10 çıxanda neçə qalacaq? Qalacaq 6. Deməli, n bərabərdir. 10 üstü mənfi 3 ilə, burada 10 üstü 8 var. Burada qalacaq 10 üstü 5. Bir də çıxır. 6 vurulsun. Mötərizə içərisindən də bir 6 çıxdı. Burada da oldu 10 üstü 5. Buradan da bərabər qoyaq. 6 vurulsun 6. 36 vurulsun 10 üstü 5. İndi baxın, biz alırıq kiloqramla. Baxın, biz aldıq kiloqramla. Yəni, bizdə isə nədir? Cavab nə ilə getməlidir? Tonla getməlidir. Deməli, bu zaldır. Deməli, n bərabərdir. 36'dan, deməli, 36, 2 0'ı buraya yazsaq 3600. 10 üstü 3'e də ton deyirik. Alırıq 3600 ton. Yəni, aldığınız cavabı elə bir ki, 36 vur almışıq uşaqlar. Biz almışıq 36 vurulsun 10 üstü 5 kiloqram almışıq. İndi tona keçəndə bunu 100'ə nə etməlisiz? Minə bölməlisiz. Minə bölsəz 3 0 gedir. 2 0 burada qalır. Ona görə olur 3600 ton. Deməli, videonu saxlayıb yenə də. Yəni, bir 22 dərəcə Selsidə verilən parametrləri yazdıq. Sonra 11 dərəcə Selsidəki kəmiyyətləri yazdıq. Və soruşurdu ki, buxar 11 dərəcə Selsidə, yəni temperatur 22'dən 11 dərəcə Selsiyə düşəndə uşaqlar, burada buxar kondensasiya etməyə başlayır. Yəni, şeh düşür. Və şeh nöqtəsində də havanın nisbi rütubəti olur neçə faiz? 100%. Və şeh nöqtəsindəki, yəni bu zaman buxarın kütləsi M2, əvvəlki kütlə M1'dir. Yəni kütlə azalıb və nə qədər həmin kütlənin, buxarın kütləsinin nə qədər hissəsi mayeyə çevrilib? Deməli, 3600 ton buxar mayeyə çevrilib. Baxaq, nəhayət sonuncu 47 nömrəli testdə. 47 nömrəli testdə, deməli, doyan buxarın təzyiqinin həcmdən asılı qrafik verilmişdir. Deməli, 0'dan 1'ə. İndi baxırıq, 0'dan 1'ə təzyiq sabitdir. Təzyiq sabitdirsə, gəlin bura qeyd edək, doyan buxar. Deməli, birinci halda 0'dan 1'ə, 0,1 hissəsində. 0,1 hissəsində təzyiq sabitdirsə, deməli, doyan su buxarının temperaturu sabitdir, sıxlığı sabitdir, konsentrasiyası sabitdir. Bunlar, baxın, sabit olur. Bunlar qaldı, oldu sabit. Və buxarın kütləsi buxarın həcmi ilə düz mütənasibdir. Burada buxarın həcmi artdığına görə buxarın kütləsi də artır. İndi baxaq, 1'ə nə uyğundur? Deməli, buxarın temperaturu dəyişmir. Deməli, 1'ə yazacaqsınız C. Sonra buxarın konsentrasiyası da dəyişmir. Baxın, buraya yazmışıq ki, konsentrasiyası da 1-ci hissə üçün konsentrasiyası da dəyişmir. Yeni də buraya yazırsınız. Amma gəlir 0'dan 2'yə, yəni ikinci halda. 0'dan 2'yə buxarın təzyiqi artır. Buxarın təzyiqi artıbsa, buxarın temperaturu artıb, deməli T'si də artıb. Temperatur artır. Buraya yazırsınız A. Sonra 0'dan 3'ə həcm sabitdir. Həcm sabitsə buxarın təzyiqi azalıb, buxarın təzyiqi azalıbsa buxarın temperaturu da azalıb. Deməli, burada yazırsınız nədir? 0'dan 3'ə də yazırsınız B. Sonra başqa nə qaldı? Heç nə. Deməli, 1'ə getdi C'yi, 2'yə nə yazdıq? A, 3'ə də yazdıq B. Bir də buxar molekullarının konsentrasiyası artır. Buxar molekullarının konsentrasiyası da artır. Yenə nədir? 2'də. Yəni 0'dan 2'yə. Bu da D variantında buraya yazılır. Deməli, 1'ə getdi C'yi, 2'yə AD, 3'ə də nə yazdıq? 3'ə də yazdıq. Baxın,
0-dan 3'ə də yazdı ki, buxarın temperaturu azalır. Deməli, bugünlük bu qədər. Bura yenə bir dənə qaydanı sizə qeyd etmək istərdim. Deməli, bura qeyd edirəm, yenə doyan buxar üçün qeyd edirəm, ona diqqətli ola. Deməli, doyan buxar üçün həcm sabit deyəndə, yəni V konstant deyəndə diqqətli olursunuz. V konstant olanda doyan buxarın təzyiqi, sıxlığı, konsentrasiyası, kəmiyyətləri qrafiklərdə görmüşdük ki, nə cür qrafiklər verirdi bizə? Kvadrat qrafiklər verirdi. Yəni, doyan buxarın həcmi sabit qaldıqda, məsələn, bu kəmiyyətlər təzyiq, sıxlıq, konsentrasiya, temperatur, sonra buxarın kütləsi, bunlar hamısı dəyişirdi. Sonra buxar molekulların sayı dəyişirdi, mayenin kütləsi dəyişirdi. İzotermik proses deyəndə, temperatur sabit deyəndə, yəni izotermik proses dedikdə isə artıq burada doyan buxarın təzyiqi, sıxlığı, konsentrasiyası sabit qalırdı. Yəni onlar dəyişmirdi. Bura temperatur sabit qalanda bilirik ki, molekulun kinetik enerjisi də sabit qalır. İzotermik prosesdə doyan buxarın həcminə görə dəyişirdi buxarın kütləsi, dəyişirdi buxar molekullarının sayı, sonra dəyişirdi mayenin kütləsi. Mayenin kütləsi də məsələn dəyişirdi maye molekullarının sayı. Baxın bunlar, baxın bu kəmiyyətlər dəyişir. Məsələn, bura gəlin elə T-ni də bura yazaq, YK-nı da yazaq. Yəni, izotermikdə bunlar isə nə etmirdi? Bunlar dəyişmirdi. Yəni, bundan əvvəlki videoda da doyan, doymayan buxar haqqında məlumatları qeyd etmişəm. O videoya da baxıb yenidən təkrar etmək olar. Deməli, bugünlük bu qədər. Bugün biz sizinlə uşaqlar baxdıq doyan və doymayan buxarda. Buxar mövzusunda mütləq və nisbi rütubət şeh nöqtəsinə aid olan testlərin izahına. Bugünlük bu qədər. Sağ olun. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın.